Qonağı politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edəcəyik. Məhəmməd bəy, sabahınız xeyir, xoş gəlmişsiniz. Sabahınız xeyir, xoş gördük. Elə onunla başlayaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Moskvaya təzyiqi hansı istiqamətlərdə davam edir? Təbii ki, bu Rusiya-Ukrayna müharibəsi Rusiyanın Qərbə qarşı eksistensial müharibəsidir. Yəni, təkcə burada Ukraynanın işğalından söhbət getmir. Burada məhz Rusiya fövqəli dövlət olmaq, Şərqi Avropanı öz nəzarətinə almaq, yəni Qərb üzərində eksistensial bir güc olaraq meydana çıxmaq istəyir fövqəli dövlət. Təbii ki, Qərb deyəndə Amerika Birləşmiş Ştatları və Avropanı nəzərdə tuturuq, NATO alyansını. Buna təbii ki, icazə verə bilməz. Məhz 2022-ci ildən bu yana Qərbin dəstəyi ilə bu günləri Ukraynanın tam işğalı başa çatmadı. Rusiya Donbasda ilişib qaldı və nəzərə alaq ki, bu günləri Rusiyanın bütün ərazilərinə Ukraynanın dronları hücum edir. Rusiyanın energetika obyektləri yanır. Yəni, fikir verək, birinci hərbi lojistik cəhətdən Qərb Rusiyaya Ukrayna vasitəsilə ciddi zərbələr vurur, sıxışdırır. İkincisi isə təbii ki, iqtisadi sanksiyalardır və ötən həftə ABŞ Senatında Linz-Qrim qətnaməsi var idi. Rusiyaya tətbiq olunmalıdır. Çox ağır sanksiyalardır. Amma təəssüf ki, Trumpın müəyyən təklifləri var idi. Həmin qətnaməyə düzəlişlər olunmalı idi. İran da bura salınmalı idi. Amma mən hesab edirəm ki, görünür ki, Trump bir növ Rusiyana yenidən danışıqlar pəncərəsini saxlayıb. Bir növ, məsələn, Rusiya mesaj verir ki, bax, mən Linz-Qrim qətnaməsini saxlamışam. Bu çox sərt sanksiyalardır və yenidən danışıqlar masasına gəl. Təbii ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Volodimir Zelenski ilə Trump arasında ötən həftə görüşü oldu və bu çox məhsuldar görüşü idi. Kifayət qədər Ukraynaya həm siyasi, iqtisadi, hərbi, kəşfiyyat, təhlükəsizlik dəstəyi verilir. Həmçinin Avropa ölkələrində... Bu sözdədir, yoxsa həqiqətən? Həqiqətəndir. Çünki Donald Trump təbii ki, indiyə kimi son 3 aya qədər Ukraynaya tam dəstək vermirdi, bir növ vasitəçi rolunu oynayırdı. Rusiya ilə çalışırdı ki, reveranslara geçsin. Putinlə də görüşləri, telefon danışıqları da deməyə əsas verirdi ki, Amerika prezidenti konkret olaraq həqiqətən də Rusiya-Ukrayna müharibəsinin həllini istəyirdi. Amma necə istəyirdi? O maraqlı idi. Ankoruz görüşləri olmuşdu. Mən hesab edirəm ki, Donald Trump da artıq Putinə uzatdığı əli Putin geri çevirdi. Çünki Donald Trumpın şərtlərini qəbul etmədi. Halbuki o şərtlərdə bir növ Rusiyanın da maraqlarına xidmətdən bəndləri vardı. Təbii ki, Trumpın şərtlərində Ukraynanın ərazi bütövlüyünü təhdiddən bəndlər var idi. Amma Ukrayna ona razı olmadı. Amma ümumi olaraq orta məxrəc tapıla bilərdi və Rusiya müharibəni dayandıra bilərdi və yaxud dondura bilərdi. Amma indi isə Rusiya yeni səfərbərlik haqqında düşünür, yeni çağırışlar cəlb edir, kifayət milyonlarla rubl ayırır ki, orduya muzunlar cəlb etsin. Amma göründüyü kimi Rusiya dayanmaq istəmir, Qərb də dayanmır, Qərb də kifayət qədər Ukraynaya dəstək verir, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Mən hesab edirəm ki, bu sanksiyalar təbii ki, Rusiyanın maliyyə, iqtisadi və digər sahələrinə sarsıdıcı təsir edəcək. Əgər təsir etməsəydi, təbii ki, bu sanksiyalar tətbiq olunmazdı. Bax, siz bu təsirdən danışdınız, nə gözəl. İstərdim bu məsələnin üzərindən gedək. Ümumiyyətlə, yeni sanksiyalar əvvəlkilərdən nə ilə fərqlənəcək və insanda təəssürat belə yaranır ki, sanksiyalar əvvəllər də tətbiq olunurdu. Amma sanki bu daxili bazarın bəlkə də inkişafına kömək edir. Bəlkə də bunu sadəcə olaraq Qərb mediasına belə təqdim edirlər. Bir politoloq olaraq fikriniz maraqlıdır. İllərlə Rusiya bu qədər sanksiyalar tətbiq olunaraq və bundan sonra da bu sanksiyalar artaraq olar, necə yaşaya bilirlər? Necə davam edir onların varlığı? Təbii ki, bilirsiniz ki, Rusiya Qərblə bəli, kifayət qədər sıx iqtisadi, siyasi, enerji baxımdan əlaqələrə malik idi. Bir-bir Qərb həmin əlaqələri kəsir və Rusiya sanksiyalar tətbiq edir. Və Rusiyanın əsas enerji daşıyıcılarına sanksiya tələb olunur, təbii ehtiyatlarına, kölgə donanmasına. Amma nəzərə alaq ki, Rusiyada da sosial vəziyyət getdikcə çətinləşir, iqtisadi vəziyyət getdikcə çətinləşir.
Bəli, Rusiya nəyin hesabına dolanır? Bəli, bu günləri Rusiya kifayət qədər dəstək verən Çindir. Çinə satdığı məhsullar, Çindən aldığı məhsullar, həmçinin Hindistanda var burada. Bir çox ölkələr var təbii ki, Rusiya Bu onlarla... məhsullar nələrdir, məsəl üçün, Məhəmməd bəy? Bu Enerji daşıyıcıları əsasən, bəli. Həmçinin faydalı, təbii filiz faydalı qazıntılar var. Bəli, Çin də ondan alır. Həmçinin nəzərə alaq ki, Avropa ölkələri də, həmçinin Amerikanın özü də hələ Rusiyadan müəyyən filiz faydalı qazıntılar var ki, onlar raket texnologiyasında, təyyarələrdə və digər elektrotexnikada istifadə olunur. İndi Qərb o istiqamətdə sanksiyalar tətbiq edir ki, Rusiyadan bu məhsulların alışında dayandırsın. Amma Rusiya da getdikcə Çindən asılı olur. Vəziyyət bundan asılıdır. Çinə daha çox bu malların satır. Təbii ki, Mərkəzi Asiya ölkələri, qeyd etdim, Hindistan, Pakistan və xüsusilə Asiya regionu üzrə Rusiya ticarətini daha da genişləndirir. Amma bu Rusiyanın iqtisadiyyatına stimul vermir. Amma Qərblə, Amerika ilə daha sıx siyasi iqtisadi əlaqələr Rusiyanın kifayət qədər milyardlar toplanmasına gətirib çıxartdı. Rusiya varlandı və həmin pulu çox alandan sonra yenidən dünya ağalığı sevdasına düşdü Vladimir Putin. Qeyd edim ki, 1991-ci ildə indi məlum olur ki, kəşfiyyat məlumatları var idi. Rusiyanın planı bundan ibarət idi. Rusiya bir müddətdən sonra öz maliyyə, siyasi, iqtisadi vəziyyətini düzəltdikdən sonra fövqəldövlət planını reallaşdıra biləcək. Məhz Rusiya qərbə satdığı enerji daşıyıcıları, milyardlarla dollar və silah arsenalını genişləndirəndən sonra biz gördük ki, həqiqətən də Rusiya rəhbərliyi fövqəldövlət statusu almaq istiqamətində qərbə qarşı bu müharibəni başladı. Mən hesab edirəm ki, bu müharibə avantüradır və Rusiyanın qonşularına qarşı bu siyasət öz əleyhinə işləyəcək. Yeni dünya siyasi nizamın qurulmasında da Rusiya fövqəldövlət statusda verilməyəcək. Bu, Amerikanın, həmçinin Avropanın tətbiq etdiyi sanksiyalar təbii ki, Rusiya iqtisadiyyatına çox böyük zərbələr vuracaq. Bəs bu müharibənin gedişinə necə təsir göstərəcək? Müharibənin gedişinə, bilirsiniz... Və yaxın gələcəkdə görə biləcəyik mi biz bu təsirləri? Müharibənin gedişinə təsir edir ki, bu günləri qeyd etdiyim kimi Rusiya geniş əraziləri işğal edə bilmir. Amma fikir verək müəyyən raket texnologiyasında yeni bir modifikasiya olunub, Ukraynaya zərbələr vurulur, çox təəssüf ki, ballistik raketlərlə. Rusiya indi Ukraynaya zərbəni yeni mərhələyə keçirdib, reaktiv pualarına və ballistik raketlərlə və bu da Ukrayna üçün də pis ssenaridir. Amma nəzərə alaq ki, Ukraynada Rusiya böyük zərbələr vurur və bir neçə aydan sonra biz də Ukraynanın əlində ballistik raketlərlə Rusiya zərbələr vuracağında şahidi ola bilərik. Bu istiqamətdə çox ciddi işlər gedir. Mən hesab edirəm ki, məhz həmin sanksiyaların təsir edir ki, bu günləri Ukrayna güclənir və Rusiyanı durdura bilib. Demək olar ki, mövqe döyüşləri gedir, raket, PUA döyüşləri gedir və Rusiya bunu gözləmirdi Ukraynadan. Həqiqətən də Ukrayna kifayət qədər Rusiya problem yaradıb. Yəni, Rusiya bu qədərini gözləmirdi və Rusiya planı bundan ibarət idi ki, Ukraynanın silahlaşdıracaq, Ukraynadakı sistemi dəyişəcək. Amma fikir verək, Ukrayna tamamilə silahlı bir ölkəyə çevrildi. Yəni, Putin bir aktyorla belə bacarmadı. Təbii ki, elə aktyor bu vəziyyətdən ölkəni dalandan çıxarır. Bəli, əsir qəhrəmana çevrilir. Təbii ki, mən hesab edirəm ki, hazırda Leonid Kuçma və digər Poroşenkonun özü olsaydı hakimiyyətdə, onlar çoxdan Ukraynanı Rusiyaya təhvil vermişlər. Çünki nəzərə alaq 2022-ci ilin fevralında Rusiya hücum eləyəndə elə Amerikan prezidenti o vaxtı Joe Biden və digər Avropa ölkələri Volodimir Zelenskinin Kiyevdən çıxmasını tələb edirlər. Amma Volodimir Zelenski oturdu, dirəniş nümayiş etdirdi və bu günləri Ukrayna həqiqətən də
bu gün işğala qarşı qəhrəmanlıq nümunəsi göstərir. Bilirsiniz, bəziləri qeyd edir ki, Rus-Ukrayna müharibəsinin bizlərə nə aidiyyəti var? Xeyr, bu ümumi dünyanın geosiyasi və təhlükəsizlik arxitekturasını pozub. Cənubi Qafqaz ölkələrinə də böyük təsirləri var, Mərkəzi Asiya ölkələrinə də təsir var. Nəzərə alaq ki, sabahlar Rus-Ukrayna tamamilə işğal etdi. Cənubi Qafqaz ölkələrinə təzyiqlər edəcəklər. Azərbaycana da, Gürcüstana, Ermənistana. Burada Azərbaycan və Ermənistan arasında sülh prosesini poza bilər. Həmçinin Mərkəzi Asiya ölkələrinə təzyiq artıracaq və deyəcək ki, mənim orbitimə daxil ol. Rusiya qonşularla normal münasibətlər sistemində maraqlı deyil. Rusiya tələb edir ki, mənə tabe olmalısan. Baxın, buna bir nümunə deyəcəm. Ötən günlərdə Rusiya prezidenti Ermənistan baş naziri Paşinyana zəng etdi və ondan tələb etdi ki, ya Avropa İttifaqı ilə üzv olursan, ya da mənimlə də əlaqəni kəsirsən. Fikir verirsən, ya mənimlə olacaqsan, ya da olmayacaqsan. Mənimlə normal münasibətlər sistemi qurmayacaqsan. Ya mənə tabe olacaqsan, mən dediyimi eləyəcəksən, ya da... Bəs Paşinyanın Rusiyadan alıb verəcəyi, asılı olacağı məqamlar nələrdir ki? Bilirsiniz, Avropadan uzun müddət forpost olub. Forpostun da uzaqlaşması çox çətindir. Rusiyada buna çox narahatlıqla qarşılayır. Hətta prezident səviyyəsində... Bir də onu Azərbaycana tətbiq eləyə bilmir. Niyə bunu məsələ Ermənistana tətbiq eləyir? Çünki dediyim kimi Azərbaycan güclü ölkədir. Artıq Azərbaycan orta gücdür. Azərbaycan regional proseslərə dizayn verir. Bu günləri Paşinyanın Putinə söz qaytarmasında məhz Azərbaycanla müəyyən iqtisadi əlaqələr, Ermənistana müəyyən blokadanın qaldırılması ilə biz Qarabağ məsələsini həll etməyimiz ilə Ermənistan müstəqil olmasına gətirib çıxardı. Və Paşinyan da buna görə də Azərbaycan prezidentinin, Azərbaycan dövlətinə həmişə minnətdar olmalıdır ki, bir növ Azərbaycan prezidenti Cənab İlham Əliyev Qarabağı işğaldan azad etdi, həmçinin Ermənistan da Rusiyanın işğalından azad etdi, bir növ. Bunu deyə bir siyasi işğaldan azad etdi. Bu günləri Ermənistan da müstəqil olmağa çalışır. Bu həqiqətdir, bunu açıq demək lazımdır. Və Rusiya ilə də əlaqələri kəsməyə çalışır Paşinyan. Təbii ki, yəni mövzu Rus-Ukraynada olsa, regionda gedən proseslər bir-birinə zəncirvari bağlıdır. Hamısı bir-birinə bağlıdır və gedən proseslərdə bir-birinə ya müsbət ya da mənfi təsir edir. Mən hesab edirəm ki, bugün baş verən proseslər, Rusiya-Ukraynaya hücumu və Rusiyanın narahatlıqları, iqtisadi cəhətdən çöküşü və infrastrukturu sıradan çıxarması Rusiyanı daha da aqressivləşdirir. Bir də ki, Məmməd bəy, bir məqamda maraqlıdır. Bax, biz sanksiyalardan danışırıq. Maraqlıdır ki, əlbəttə ki, Avropa öz dəstəyini Ukraynaya göstərir və s. Amma bunun digər tərəfi də var. Avropa bəlkə burada özünə xal qazanmağa da çalışır. Ümumiyyətlə, bu sanksiyaların Rusiyaya tətbiq edilməsi ilə Avropa nə qazanır? Adicə, məsəl üçün, Amerikanın Ukraynaya dəstək olaraq silah göndərməsini görəndə, bəli, amma o silahları satır, özünün də qazancı var. Bu, həm Amerikanın, həm də Avropanın bu məsələdə belə deyək. Yox, Avropa xal qazanmır buradan, həqiqətən. Xal qazanmır. Yox, Amerika Birləşmiş Ştatları bəli, pul qazanır. Çünki müharibə Avropa ərazisində. Bəs onlar həmrəydilərmi Ukrayna ilə bağlı məsələdə? Avropa, bilirsiniz, əvvəl Amerika Birləşmiş Ştatları həmrəy idi. Trump gələndən sonra bu həmrəylikdən çıxdı, dedi, vasitəçi olacaq. Vasitəçilik də nəticə vermədi. Son Ankarada NATO-nun zirvə görüşündə artıq Ukrayna məsələsi də həmrəy oldular. Volodimir Zelenskidən qəbul etdiyində həmrəy idilər. Amma Avropa ölkələri bu günlər çox əziyyət çəkir bundan. Polşa iqtisadiyyatı zəifliyir, kifayət qədər Ukraynaya kömək edirlər. Artıq Almaniyada tibbi sığorta ilə bağlı müəyyən vəsaitlərə qənaət olunur. Hərbi büdcəni artırmaq və Ukraynaya dəstək lazımdır. Fransa özü, İtaliya özü. Çünki bunlar bilir ki, Rusiya Ukraynanı işğal etdikdə sabahları bunlara da təzyiq edəcək. Ona görə Avropanın lüksü pozulub. Yəni Avropa burada xal qazanmır. Avropa öz iqtisadiyyatını artıq hərbi relsə keçirdir. Bugün indiyə kimi Avropa sosial vəziyyətdən cəlbedici bir ittifaq olub. Ona görə də indi hazırda müharibə şəraitinə keçib. Amma Amerika Birləşmiş Ştatlarına sərf edir, silahlar satır, öz hegemoniyasını qurur. Həm pullar qazanır, həmçinin beynəlxalq jandarm rolunu həyata keçirir və Avropaya da artıq təzyiqlərini də artırır.
Bir də ki, son olaraq fikriniz maraqlıdır ki, yaxın aylarda diplomatik danışıqlar ehtimalı nə qədər real görünür? Qısaca deyərdiniz. Mən hesab edirəm ki, Rusiya-Ukrayna arasında diplomatik danışıqlar hələ ki dalanan dirənib, heç bir nəticə olmayacaq və müharibənin gedişi yeni mərhələyə keçib hesab edirəm ki, hələ payıza kimi qarşılıqlı zərbələr daha da intensivləşəcək, nəinki diplomatik masalar arxasında müəyyən güzəştlər gediləcək. Təşəkkür edirik Məhəmməd bəy, gəldiyiniz üçün, maraqlı şərhləriniz üçün. Çox sağ olun. Sağ olun. Əziz tamaşaçılarımız, nəzərinizə çatdıraq ki, efirimizin qonağı politoloq Məhəmməd Əsədov.